digər yerlərdən də gedəcək. Amma daha çox qarın hissədən gedə bilər. İşlədiyimiz yer hissədən haran işləyiriksə artıq o hissədəki yağ faizini daha da artıra bilərik enerjiyə çevrilməsi baxımından mən deyirəm. Aha. Məsələn, qaçışda kardio eləyirik, qaçırıq. İstər-istəməz bütün bədən hərəkət eləyir. Yəni, güclü adam özünə baxır. Məsələn, qarına streç falan bağlayırlar, eləyirlər. Onun nəsə bir əhəmiyyəti var? Heç bir əhəmiyyəti yoxdur. Ya da nə qədər qalın geyinsən də, bilirsiniz müəyyən paltarlar var, geyinirlər, suyun içində ölürlər. Bəli, hava keçirtməyən saunalar, nələr. Heç birinin bir əhəmiyyəti yoxdur. Yağ yandırma baxımından baxırıqsa. Bəli, su atırsan, tərəzidə həmin dəqiqə çox da aşağı görsənəsən, gedib evə su içəndən sonra fərq etməyəcək. Qayıdacaq yerinə. Əvvəlki yerinə qayıdacaq. Oradakı itirdiyin kalori, yağ faizi çox azdır. Bunu etməyə dəyməz. Amma mənim tələbələrə məsləhətim odur ki, taktikadır bu. Hər kardiodan qabaq ən azından 2 hərəkət qarın işləyə bilərsiniz. Bunun üzərindən kardio keçmək deyə bilmərəm ki, böyük bir fərq edər. Kiçik çaplı belə fərq edər. Əsas o da fərqlidir də. Yəni qarın əzələsində nə qədər irəli getdiniz? Sına görə.